Bismillah. Cadu batil olduqda cadugərin özünə qayıdırmı? Bu mövzu həm dini, həm də xalq inancları və ezoterik baxış bucaqlarından fərqli şəkildə izah olunur. Ümumi yanaşmanın bir neçə bəndi ilə belə xülasə etmək olar. Dini və teoloji baxış. İslam və bir çox səmavi dinlərdə əsas prinsip budur ki, xeyir də, şər də yalnız Allahın izni ilə baş verir. Cadu batil edildikdə onun avtomatik olaraq geri qayıtması mütləq bir qayda deyil. Lakin bir çox dini alim və mənəviyyat mütəxəssisi qeyd edir ki, başqasına pislik etmək üçün vasitəçi olan şəxslər, cadugərlər gec-tez öz əməllərinin bədəlini bu və ya digər formada mənəvi aşınma, bədbəxtlik və s. ödəyirlər. Ezoterik və xalq inancları bumerang effekti. Ezoterik təlimlərdə geri qayıtma qanunu anlayışı var. Bu inanca görə enerji itmir. Bir şəxsə yönəldilən mənfi enerji, cadu hədəfə çata bilmədikdə və ya oradan kənarlaşdırıldıqda, batil edildikdə o enerji öz mənbəyinə, onu göndərənə geri qayıdır. Qorunma zəifliyi. Cadugər bu prosesdə özünü qorumaq üçün müəyyən qalxanlar qursa da, cadu güclü bir dua və ya ritual ilə pozulduqda həmin qalxanların qırıldığına və mənfi təsirin birbaşa icraçıya vurduğuna inanılır. Psixoloji tərəfi. Əgər cadu edən şəxs etdiyi əməlin boşa çıxdığını və ya qarşı tərəfin təmizləndiyini öyrənirsə, bu onda ciddi qorxu və ya təşviş yaradır. Bu psixoloji gərginlik həmin şəxsin həyatında uğursuzluqlara və ya sağlamlıq problemlərinə yol aça bilər ki, kənardan bu cadunun geri qayıtması kimi görünür. Xülasə, məsələyə hansı tərəfdən baxmadığınızdan asılı olmayaraq əsas fikir budur. Mənfi niyyətlə edilən hər bir işin sonu onu edən üçün xeyirli bitmir. Cadunun batil olması ilk növbədə zərər çəkənin rahatlığı deməkdir. Vacib qeyd. Bu növ məsələlərdə həddindən artıq qorxu və ya vəsvəsəyə qapılmaq insanın psixi sağlamlığına mənfi təsir edə bilər. Ən yaxşı müdafiə mənəviyyatı güclü tutmaq və müsbət düşüncəyə fokuslanmaqdır.